Mən uzman cərrah mama ginekoloq Gültab Xalıqlı bugün hamiləlikdə laxtalanma və bu zaman istifadə olunan dərmanlar haqqında danışmaq istəyirəm. Normalda insan orqanizmində laxtalanma və laxtalanmanı əridən fibrinogenetik sistem balanslı bir şəkildə işləyir. Bu balans həm qanaxmanın qarşısını alır, həm də qanaxmanın durdurulması zamanı trombun damarın mənfəzini tutmasının qarşısını alır. Amma bəzi hallar var ki, bu balans pozulur. Hamiləlik bunlardan birisidir. Hamiləlik zamanı qanda laxtalanma faktorları artır. Eyni zamanda estrogen hormonu da artır ki, bu da damarlarda laxtalanmaya meyillik yaradır. Hamiləlikdə həm də uşaqlığın böyüməsi nəticəsində çanaq venalarına, aşağı boş venaya təzyiq yaranır. Bu da aşağı ətraf venalarında durğunluğa, staza səbəb olur. Bütün bunların nəticəsində hamiləlikdə laxtalanmaya meyillik artır. Bəs nə edək? Hamiləlikdə bütün hamilələrə laxtalanma analizlərinə baxıb dərman mı başlayır? Əlbəttə ki, xeyr. Daha öncə də vurğuladığım kimi, hamiləlikdə laxtalanma faktorları fibrinogen artır. Fibrinogen dediyim kimi analizlərə baxıb hamilələrə dərmanların başlanması düzgün deyil. Amma nə edirik? Biz hamilələrə uzun müddət hərəkətsiz qalmağı, uzun müddətli səyahət planlayırsa 2 saatdan bir fasilə verib hərəkət etməyi, doğuş və keysətkədən sonra mümkün olan ən qısa zamanda hərəkət etməyi tövsiyə edirik. Amma bəzi xəstəliklər vardır ki, bunlar ürək qapaqlarındakı xəstəliklər, aşağı ətraf venalarında trombla müşahidə edilən dərin ven trombozu xəstəliyi, autoimmun xəstəliklər, antifosfolipid antikor sindromu, antitrombin əksikliyi kimi xəstəliklər zamanı aşağı molekullu heparin, yəni kleksan müalicəsi mütləqdir. Bununla yanaşı, hamiləlikdə yüksək təzyiq, sidikdə zülal itkisi və bədəndə şişliklərin yaranması ilə seyr edən preeklamsiya xəstəliyinin profilaktikasında biz aspirin istifadə edirik. Preeklamsiya xəstəliyi üçün risk altında olan qadınlar daha öncəki hamiləliyində preeklamsiya xəstəliyi keçirmiş hamilələr, böyrək xəstəliyi olan, tip 1 və 2 şəkərli diabeti olan, xroniki təzyiqi olan və qırmızı qurd deşənəyi, antifosfolipid antikor sindromu kimi autoimmun xəstəliyi olan qadınlardır. Bu hamilələrə aşağı dozada aspirin müalicəsi başlanmalıdır. Amma erkən doğuşu önləmək, ölü doğuşları önləmək və ya fetal inkişaf geriliyini önləmək üçün hamilələrə aspirin və ya kleksan müalicəsi məqsədə uyğun deyildir.